Salam əziz şagirdlər, bugün 6-cı sinif 2-ci hissə riyaziyyat dərsindən səhifə 108, 109 və 110 izahını verəcəm. Səhifə 108-ə baxırıq. Dərsimiz hadisənin ehtimalıdır. Biz burada öyrənəcəyik hadisənin tezliyini. Deməli, bilməliyik ki, hadisənin baş vermə sayının n sınaqlarının ümumi sayına nisbəti hadisənin tezliyi adlanır. İndi baxırıq çalışma 1-ə. Bizə deyir ki, hadisənin tezliyini tapın. A variantında metal pulu 50 dəfə atdıqda 27 dəfə xərti olan üzü düşdü. Ümumi 50 dəfə atılıbdır. Deməli, böyük n bərabərdir 50. Kiçik n bərabərdir 27 xərti üzü. Düsturumuz belədir ki, kiçik n bölünsün böyük n. Yəni, baxın, bu ümumidir. Ümumi 50 dəfə atıbdır. 27 isə baş vermə sayı. Yəni, xərti olanda bizdən deyir ki, xərti olan üzü 27 dəfə düşdü. Hadisənin tezliyini tapın. Onu da məxrəcə yazırsınız 50 böyük n-in yerinə. Sürəti də 27. Cavabınız olur 50-də 27. İndi baxırıq B variantına. B variantında deyir ki, sarı, mavi və qırmızı hissəyə bölünmüş spinnerin əqrəbi 60 dəfə fırlanıbdır. Deməli, ümumi 60 dəfə fırlanıb. 24 dəfə qırmızı hissənin üzərində dayandı. Baş vermə 24 dəfə qırmızının üzərindədir. Nisbi tezliyi tapmaq üçün 24-də 60-da 24 yazacağım. Yəni, böyük n məxrəcə yazılır, kiçik n sürətə. 4-ə ixtisar edirəm. 6-ya ixtisar edək. Burada 4 qalsın, burada 10. Təzədən 2-yə ixtisar etsəm, olacaq 5-də 2. Səhifə 109-da baxırıq 2-ci tapşırığa. Oyun zərini atdıqda hər üzün düşmə sayı cədvəldə qeyd edildi. Baxın, burada qeyd olunubdur. Birinci sualı oxuyuruq. Hər hansı bir hadisənin təkrarlanma sayını yazmaqla cədvəli tamamlayın. Deməli, 1, 2, 3, 4, bu da 5. Hər biri 5 dənədir. 5, 5, 5, bu da 4. Olur 14. Daha sonra yenə eyni şəkildə 5, 5, 5 eləyir 15. Burada da 3 dənə, elədi 18. Sonra yenə 5, 5, 5, 15, 16, 17, 18, 19. Daha sonra 5, 5, 5, 5. Yəni 20 dənə. 5, 5, 10. 3 dənə də burada. 13. Sonra 5, 5, 5, 15. Bir dənə də bu 16. Oldu 16 dənə. 16 dənə. Sonra bizə nə deyir? Bizə deyir ki, hər bir hadisənin tezliyini hesablayın. Deməli, cəmi, burada cəmi də yazaq da toplayaq. 14 üstəgəl 18, üstəgəl 19, üstəgəl 20, 13 və 16 bərabərdir. 14-dən 18-i toplayıram. 32, üzərinə 19 gəlirəm. 51, 51-in üstünə 20 gəlirəm. 71, üzərinə 13 gəlirəm. 84, üzərinə 16 gəlirəm. Eləyir 100. Ümumi cəm burada 100-dür. Deməli, indi nisbi tezliyi yazacağıq. Ümumi n-imiz 100-dür. Deməli, bir xalının düşməyi üçün nisbi tezliyi olacaq 100-də 14. Sonra 1, 2. Olacaq 100-də neçə dəfə düşüb? Baxın, 18 dəfə düşüb də. 18. Daha sonra
2, 3 olacaq %19. Daha sonra olacaq %20. Yəni 0,2. Sonra 5'i burada da olacaq %13. İndi 6 deməli 1 2 3 1 2 3. Burada da %16. Hadisələrin tezlikləri cəmi isə həmişə 1 olacaq. Yəni tezliklər nə idi burada? %14 üstəgəl %18 üstəgəl %19 %20 %13 və %16. Sürətlər toplasaq məxrəcləri bərabər kəsirlər. Edəcək %100. Bu da ixtisar gedir. Doğru cavab 1. İndi hadisənin ehtimalına aid olan tapşırıqlara baxırıq. Hadisənin ehtimalında nəyi bilməz? P ehtimalınız bərabər olacaq. Əlverişli hallar bölünsün mümkün hallar. Bu sizin düsturunuzdur. Sonra zəri bir dəfə atanda 6 cür düşəcək. Çünki zərin 6 üzü var. Məsələn, metal pulu bir dəfə atanda 2 cür düşəcək. Çünki metal pulun 2 üzü var. İndi baxaq buna aid tapşırıqlara. Üçüncü tapşırıqda bizə deyir ki, hadisələrdən mümkün halların sayını tapın. Müəllim sinifdəki 25 şagirddən təsadüfən birini lövhəyə dəvət etdi. Burada mümkün hal olacaq 25. Çünki burada 25 nəfər var. Ona görə də mənim mümkün halım 25'dir. 30 nəfər olsa deyəcəkdim mümkün hal 30'dur. O seçdiyi bir nəfər artıq əlverişli hal olur. B variantında deyir ki, zəri atarkən cüt hal olan üzünün düşmə ehtimalı. Zərin üstündə bilirik ki, 1-dən 6'ya qədər rəqəmlər var. 2 ola bilər cüt ədədlərdən sonra 4 ola bilər, bir də 6 ola bilər. 2, 4, 6 bunlar cüt üzlərdir. Yəni ehtimalın sayı 3'dür. Burada 25'dir. C variantında deyir ki, zəri atarkən 2'dən böyük hal düşməsi ehtimalı. 2'dən böyük 3 ola bilər. 4, 5, 6. Yəni olacaq 4 dənə. Keçirik 4-cü tapşırığa. Hadisənin deyir ehtimalını tapın. Bu dəfə biz düsturdan istifadə edəcəyik. P bərabərdir əlverişli hallar bölünsün mümkün hallar. A variantında deyir ki, müəllim sinifdəki 25 şagirddən, deməli burada ümumi 25 nəfər var, məxrəcə 25 yazılacaq. Lövhəyə birini dəvət etmək istəyir. Sinifdə də 5 əlaçı var. Lövhəyə dəvət edilən şagirdin əlaçı olması ehtimalı. Deməli əlverişli hallar burada 5'dir də. Burada 5 yazacağam və ixtisar edirəm. Cavabım olur ehtimal 5'də 1. B variantında deyir ki, spinner 2 sarı, 1 mavi, 1 qırmızı olmaqla 4 bərabər istəyərib. Deməli, ehtimal soruşur. Baxın, deyir ki, əqrəbin qırmızı hissəyə düşmə ehtimalı. Ümumi burada 4 dənədir. 2 üstəgəl, 1 üstəgəl, 1. Yəni, məxrəcə 4 yazıram. Qırmızıya düşmə ehtimalı deyirsə, qırmızının sayı bir dənədir. Bura 1 yazıram. Cavab 4'də 1. Bu P kırmızı. Sonra P sarı bərabər. Sarıya düşmə ehtimalı. Ümumi 4 dənədir. Sarıda 2 dənədir. İxtisar edirəm. Cavabım olur 2'də 1. Keçirik 5-ci məsələyə. 5-ci məsələdə deyir ki, kitab şkafında 50 kitabdan, demək burada 50 dənə kitab varsa yadınızda saxlayırsınız ki, mümkün hallar burada 50'dir. Yəni ümumi kitabların sayı 50'dir. 10 ensiklopediya, 17 ədədi elmi, qalanı isə bədii ədəbiyyatdır. Deməli,
50 dənə kitabdır. 10 dənəsi ensiklopediya, 17 dənəsi ədədi elmi. Siz nə edəcəksiniz? Qalanı deyir bədii ədəbiyyatdır. Bədii ədəbiyyatı tapmaq üçün 50-dən çıxacaqsınız 10-17-nin cəmi ki, görək bunun qalanı nədir? Bu da etdi 13. İndi 1-1. Ensiklopediya olması ehtimalını tapmaq üçün P ensiklopediya. Ümumi neçə kitabdır? 50. Ensiklopediya 10 dənədir. Bura 10 yazırsınız. Sıfırlar ixtisar gedir. Cavab 5-də 1. Sonra elmi ədəbiyyat olması ehtimalı. Elmi ədəbiyyat bərabərdir. Yenə mümkün hallar 50. Ədəbiyyat 17-dir. Buraya yazıram 17. Sonra bədii ədəbiyyat olması ehtimalı P. Buraya yazıram bədii ədəbiyyat. Ümumi 50-dir. Məxrəcə 50 yazıram. Bədii ədəbiyyatı tapmışam 13 dənə. Sürətdə də 13 yazıram. Keçirəm 6-cı məsələyə. 6-cı məsələdə deyir ki, Səbinə 10 kiçik vərəq parçasına, demək burada vərəqlərin ümumi sayı 10 dənədir. Mümkün hallar olacaq 10. Müxtəlif rəqəmlər yazıb üzü aşağı stolun üzərinə düzdü və qarışdırdı. Elxan bir rəqəm səsləndirdi və stolun üstündəki vərəqlərdən birini açdı. Elxanın səsləndirdiyi rəqəmin aşağıdakı vərəqdəki rəqəmlə eyni olması ehtimalını deyin. Deməli, vərəqlərin üzərində 0-dan 9 daxil olmaqla müxtəlif rəqəmlər var. P Elxanın səsləndirdiyi, Elxan da onun bir dənəsini səsləndirə bilər. Ya 0 deyəcək, ya 1 deyər, ya 2 deyər. Yəni, bilmirik, hər hansı bir rəqəmi deyəcək. Yəni, bir dənə dediyi üçün burada əlverişli hallar 1-dir. Onda cavabımız olacaq ehtimal 10-da 1. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.